Zəfərimizdən sonra işğaldan azad olunan torpaqlarımızda şəhərsalma və yeni infrastruktur layihələrinin icra olunması, xüsusilə ağıllı kənd və şəhərlərin inşası, şəhərsalma mədəniyyətinə tarixi ənənə üzərində yeni məzmunun gətirilməsi ölkə başçısının müəyyənləşdirdiyi prioritetlərdən hesab olunur. Şəhərsalma və memarlıq ilə elan olunan 2026-cı ildə bu işlərin miqyasının daha da böyüdüyünün şahidi olacağıq. Biz bir daha minnətdarıq ki, ölkə başçısının imzaladığı müvafiq sərəncamla Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramı qəbul olunub və bu inkişaf proqramında nəzərdə tutulan məsələlərdən biri də Naxçıvan ərazisində yerləşən tarixi memarlıq abidələrinin bərpası, eyni zamanda Naxçıvan şəhərinin baş planının hazırlanması, Naxçıvan şəhərinin planlı şəkildə inkişaf elətdirilməsi həmişə olduğu kimi bu sərəncamda da ölkə başçısının xüsusi diqqətində olubdur və sərəncam çərçivəsində artıq Naxçıvan ərazisində yerləşən bir sıra tarixi abidələrin bərpasına başlanmışdır. Sərəncam ali təhsil müəssisələri qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Xüsusilə memarlıq, şəhərsalma və mühəndislik sahələri üzrə kadr hazırlığını həyata keçirən Naxçıvan Dövlət Universitetində bu istiqamətdə kompleks tədbirlərin reallaşdırılması nəzərdə tutulur. Əlbəttə ki, bu sərəncamın işığında 2026-cı ildə bütün ölkəmizdə olduğu kimi Naxçıvanda və Naxçıvan Dövlət Universitetində də memarlıq və şəhərsalma ilə bağlı müxtəlif tədbirlər planlaşdırılır. O cümlədən biz Memar Əcəmin adına yaradıcılıq mərkəzinin yaradılmasını, universitetdə qurulmasını planlaşdırmışıq. Yəqin ki, 2026-cı ildə biz Memar Əcəmi adına deməli, yaradıcılıq mərkəzinin açılışını edəcək və eyni zamanda Memar Əcəminin 9 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi planlaşdırılır universitet xətti ilə və bu beynəlxalq konfransda da dünyanın müxtəlif ölkələrindən deməli, bura alimlərin, tədqiqatçıların, məruzəçilərin dəvət olunması planlaşdırılır. Və biz artıq İstanbul Mimar Sinan Universiteti ilə əməkdaşlığa başlamışıq. İnanırıq ki, 2026-cı ildə bu əməkdaşlıq öz bəhrəsini verəcək. Həm tələbə akademik mobillik proqramlarında, həm də birgə tədqiqatlarda biz bu əməkdaşlığın imkanlarından geniş faydalanacağıq. Hazırda memarlıq ixtisasının bir tələbəsi də Əcəmi adına adlı təqaüd alır və bu da bizim tələbələrimizə, gənclərimizə böyük memarımızın, təfəkkürimizin irsinin qorunması baxımından Universitet Elmi Şurasının verdiyi qərardır. Və təbii ki, 2026-cı ildə hazırlanmış tədbirlər planında əminəm ki, universitetimiz üzərinə düşən şəhərsalma və memarlıq sahəsində işləri layiqincə yerinə yetirəcəklər. Memarlıq sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün yeni imkanların yaradılması, innovativ layihələrin təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi də planlaşdırılan işlər sırasındadır. Bu sərəncamı imzalamağa biz həm müəllimləri, memarları, həm də tələbə memarları ona görə həm sevindirir, həm də bizim üzərimizə müəyyən ötərəklər, məsuliyyətlər qoyur ki, artıq bu 2026-cı bizim ilimizdir. Biz gücümüzü maksimum səviyyədə göstərməliyik ki, həm Azərbaycanın, həm Naxçıvanın memarlığının inkişafına, həm müəllim, tələbə ayrı-seçkilik olmadan, müəllimli, tələbəli, bütün memarlar bütün gücümüzü səfərbər edəcək və bu sərəncamı imzalamağa bizim işimizə daha da böyük stimul verəcəkdir. Sərəncamın icrası ölkə üzrə yaşayış mühitinin keyfiyyətinin yüksəldilməsinə, şəhər mədəniyyətinin inkişafına və dayanıqlı urbanizasiya proseslərinin gücləndirilməsinə xidmət edəcək. Xosrov İbrahimov, Atabəy Səyyad, Arzu Sadiqov, NTV Xəbər.